Baş nazirin müavini Abid Şərifov, Kənd Təsərrüfatı naziri İsmət Abbasov və baş nazirinin Kənd Təsərrüfatı üzrə müşaviri Musa Məmmədov taxıl biçinə qatılıb, kombayn sürüblər. Maraqlı görüntülər Qobustandakı taxıl sahələrində Xəzər xəbər kamerasına düşüb. Nazir həm taxıl biçdi, həm də kombayn sürdü. Xəzər xəbər kamerasının çəkdiyi biçində fermerlərə daha bir dəstəyi baş nazirin müavini verdi. Demək olar ki, bu biçin tamamilə digərlərindən fərqlənir. Fərqli xüsusiyyət isə Kənd Təsərrüfatı naziri İsmət Abbasovun fermerlərə dəstək olaraq taxıl biçinində iştirak etməsidir. Mən istədim görəm ki, bu kombayn necə biçir və öz fikirlərini öyrənmək istədim. Mən sonda bir şey də soruşum. Ümumiyyətlə, nazirlik postu sizcə daha rahatdır, yoxsa kombayn sürücüsü işləmək? Vallahi əlbəttə mən sizə deyim ki, nazir postu işləmək daha rahatdır. Kombayn sürmək öz çətinliyi var. Amma nazir vəzifəsi də çox məsuliyyətli bir vəzifədir, o qədər də asan deyil. Sükan arxasına keçən İsmət Abbasov və baş nazirin müşaviri Musa Məmmədov Qobustan rayonundakı toxumçuluq sahələrinə və taxıl zəmilərinə də baxış keçirdilər. Bu paylanır dövlət təsərrüfatlarına, özəl toxumçuluq təsərrüfatlarına ki, orada bu artırılır R1, R2-yə, sonra da satılır fermerlərə. Maraqlı aksiyada 1 saatda 2 hektara yaxın taxıl biçildi. Taxılçılarla söhbətləşən qonaqlar məhsulun bol olacağını bəyan ediblər. Nazir görülən işlərdən razılıq ifadə edib və bu il hər hektardan 30-35 sentiner məhsul götürüləcəyini deyib. Təxminən 50-50-dən yuxarı sentiner məhsul gözlənilir. Minimum 15 əməliyyat getməlidir. Azı 15. Minimum 15 əməliyyatı keçirsə... Amma əslində bir 40 keçməli. Əslində normada 40-a yaxın əməliyyatdır. Buradan gözləyirik, 50 sentiner, 45 sentinərdə Qobustan sortuna. Fermer məcbur eləyənməsən ki, hamısı ağrının olsun. Amma toxum hardan satılırsa, elit satılırsa, onlar hamısı alimdir, mütəxəssisdir. Onlar bunlara da nəzəri köməkliklər eləməlidir. Deyir 35 sentiner alacaq, amma 55 sentiner də Qobustan sortundan ala biləcək. Onda məhsul bol olacaq ki, belə alsa. Məhsul bol olacaqdır. Mən düşünürəm ki, məhsul bol olacaqdır, amma indidəndən artıq bu toxumun alıcısını siz tapmalısınız. Əgər Alıcı çatışmır. Alıcısı da varsa, işinizi deməli düzgün təşkil edirsiniz. Bunlar alıcısını da tapıblar, müəyyənləşdiriblər. Maraqlı yerlərdən biri də noxudçuluq sahələri olub. Buradan alınacaq toxumlar fermerlərə veriləcək və bundan sonra Azərbaycanın noxuda olan tələbatını da ödəmək mümkün olacaq. İndi siz bunu gərək geniş təbliğ edəsiniz ki, fermerlər də bunu bilsinlər ki, növbəli əkinə mütləq keçsinlər. Əsəd bəli, bu çiğ yemək olur ki, xəstələndirməyəcəksiniz bizi. Əziyyət verir. Yox, bu ye, ürəklə ye. O sənin normal bir gün yeməyin bəsdir. Və hər bir dənə bu toxum, elit toxumdan ən azı 20-30 dənə toxum alınacaq. R1 toxum artırmaq üçün. Fermerlərin də nazirə müraciətləri olub. Bunlardan biri də kooperasiya məsələsi idi. Biz korporasiya haqqında qanunun qəbulunu səbirsizliklə gözləyirik. Kooperasiya kolxoz qurulmaq demək deyil. Kooperasiya könüllü şəkildə yaranan bir qurumdur və onun da yaranması çox vacibdir. Ona görə də belə yaxşı işlər təşkil eləmək mümkündür.